Sabahınız xeyir, salamlar olsun bütün xalqıma, millətimə, prezidentimizə, İlham Əliyevə, cənabına, Mehriban xanıma. Mən niyə onların adını da çəkirəm, həmişə də çəkəcəyəm. Mənə çox köməklik eləyiblər. Allah canlarını sağ eləsin. Prezidentimiz özü də deyir ki, yüksək vəzifəli şəxslər, düzdür, yaxşıları da var. 5 barmağın 5-i də bir deyil. Mənə onlar da yuxarıdan Sahibə xanım Kafarova, Zahid Oruc, mən heç vaxt yadımdan çıxmaz. TTK-da Əli Nağıyevdir. Sonra kim nə deyir, mən demirəm. Mən ona görə onlar mənə hamısı Gölbancı Cizillə Əbülfəs Rızayevdir. Allah canını sağ olsun. Vilayət Eyvazovdur. Bütün hamısı kim ki Ədliyyə Nazirliyinə çox sağ olsun. Elşən müəllim, sonra Fərid müəllimdir oranın, Abid müəllim mavini, sonra Elşad müəllim, notariusda Fuad Ələkbərov, hamısının adını deyirəm, bir kimi də yaddan çıxartmışam, bağışlayın. Onlar canlarını sağ eləsin. Mənim 63-də, atam rəhməti, anam gəlin gedib Balaxanı, Sabunçu rayonu Balaxanı kəndinə, Bala Əfəndiyev 3-ə, ev 3-ə. Deməli, 63-dən atam rəhmətə gedəndən sonra biz oraya bağçaya getmişik, məktəbə getmişik qardaşım rəhmətliyinə. Bir yerdə məktəbə, bağçaya, orada yaşamışıq. Sonra atam 63-dən rəhmətə gedəndən sonra 73-74-də yenə də yaşamışıq orada. Sonra anam ki, işini, tek qadındır, işinə görə gücünə gedib kvartirant qalmışıq, evimiz qalıb orada. Bibim oğlu zəbt eləyib, siz özünüz bilirsiniz, mən 6 dəfə çəkiliş eləmişəm. Çox sağ olsun, yuxarıdakı şəxslər, prezidentimiz Mehriban xan, onlar mənə çox kömək eləyiblər. Amma mən də qabullarda ayağımıza yorulur, inanırsınız, gündə 5 yerə, 4 yerə, axır nə başınıza ağrıdım. Bütün sənədləri çıxartmışam. Polislə də 20 bibim oğlu 12-ci bölmə ilə gedəndə, üstümə hücum eləyəndə, polis də kömək eləmədi mənə. Sonra da gəlib şikayət elədim. Yenə də çox sağ olsun Cavid müəllim. Sabunçu rayon Razində Sabunçuya baxan polkovnikdir da. O yuxarıdan Milli Məclisdən məktub qəbul olandan sonra, məktub göndərən sonra məni qəbul elədi. Qəbul elədi, 20 polislə getdim. Getdim, yenə deməli mühəndis verdilər mənə. O mühəndis də bir dəfə getmişdi, çəkmədi, ikinci dəfə çəkdi. Mən sizə şəkilləri də təqdim eləmişəm, göstərmişəm. Çex pasport atamın adına, vərəsəlik göstərmişəm. Sizə orada da qalıb telefonda. Vərəsəlik atamın adına. Sonra hamısı kağızlarım əlimdə idi, görmüşsünüz də. Bu prokuratura, Sabunçu rayonunun prokuraturası Ləmbəranski tərəfindən olandan orada mən əziyyət çəkirəm. İndi də onun yerinə əvəz edici Murad Dadaşov gəlib, o da incidir məni. Deməli, yazılıb Mehriban xanımın qabuluna olandan sonra çox sağ olsun, Allah canını sağ eləsin, məktub göndərdi Respublika prokuraturasına. Respublika prokuraturasında işə orada Arzu müəllim oturur, polkovnik. O həmişə gedəndə Kamran müəllimə məktub göndərəndə gizlədir. Onları öz tanışlarına çıxır, qəbul edir, cəmaatı incidir. Amma orada Səməd müəllim var, prokuror. Çox sağ olsun, Allah canını sağ eləsin. Bütün kağızlarımı çıxardır, verir mənə. Mehriban xanım qəbuluna olandan sonra mənə oradan yüksək vəzifəli şəxslərə əmlak yeyib mənim evimi. Mühəndis polislə girəndə içəri, mən 20 polislə dayanmışdım. Mühəndis içəri komandirlə girəndən sonra orada gördü özü ki, orada yad adam yaşayır. Deməli, sənəddə məndə çekbazda 511-in üstündə A-da 80 kvadrat, sonra B-də də deməli, hamamın, atamın qarajı, kladovka, bir də ev, hamısı ora bizimdir. Yalandan bu əmlak pul alıb, yüksək vəzifəli Mustafa Rəşidov, sonra onun mavini Ayda Məmmədova, Çex pasportu verən Seymur müəllim, sonra ondan sonra Ramiz mühəndisin rəisi, mühəndis də İlyas. O girib çəkəndən sonra
gərək mənə akt verməli idi, aktla qol çəkməli idim. Bibim oğlu ki, hücum eləyəndə üstümə, ona görə polis maşınlarla getmişdik də, polis maşınları. Məni basdılar içəri. Anamı söyür, görünür. Anam özünüz bilirsiniz ki, veterandır. Giranboyun şəfəqində vuruşub. Heydər Əliyev rəhmətli ilə 15 il QKB-də işləyib. O bizə ev verib, biz gəlib kvartirant qalırdıq oradan çıxandan sonra. Neçə ildən sonra bizə ev verdi. Anam işləyib, zəhmətlə oxuyub, yurfağı qutarıb işləyib. Naçalnikov Xeyskor atdelda. Hər yerdə işləyib, eləyib. Şəhidimiz də var, xalam oğlu şəhiddir. Şəhidlərdə xalam qızının oğlu da qazidir. Biz prezident deyib belə hörmət eləyirsiniz. İndi mən sizinlə başı uzarım. Bütün mən problemlərimizi görmüsünüz. Şikayət elirdim. Mehriban xanımdan sonra neçə dəfələrini getmişəm. İstintaqın rəisi, Bakı şəhəri istintaqının rəisi, deməli, Vüqar Nəsibov, onun nəzarətçi, Sabunçu rayonunun nəzarətçisi də orada oturur. Əli Babayev, Ramazan müəllim çox yaxşı insan adamdır. O da o acılda oturur, amma o insan kimi yaxşı insandır. Nə başda ora-bura gedəndən sonra məni qəbul elədi. Deməli, Elşən müəllim Abbasov, Bakı şəhər prokuroru, Sabunçu rayonunda qəbul idi. Məni çağırdılar ki, gəl. Gəldim, orada Murad Dadaşov yalandan dedi, gəlmir, üzünə 5 dənə prokurorun yanında yalan danışmağına görə dedim, Elşən müəllim ona belə üzünü tərs çevirdi. Nəsə də, indi xahiş edirəm sizdən, bax, dedi ki, yalandan durdu Əli Babayev. Mən neçə dəfələr getmişdim, deməmişdim mənə, yalandan deyir, etibarnamə verib qardaşım rəhmətli. Bütün onları çıxartmışam, sənədləri arxivdən də heç nə vermir. Orada mənim əmlakımı satıblar 17 minə qabaq satıblar. Kamranatlı Zabratdan gələn rayon adamı tanımıram. Sonra hamamımı satıblar 4500-ə, Sevda Kazımov qardaşı alıb buna verib. O da hamısının kağızları notariusdan zulumla getmişəm, çox sağ olsunlar. Çıxardı, veriblər mənə. Bütün sənədləri əlimdədir ki, onlar sonra Aydı Məmmədova bir də İqtisadiyyat Nazirliyində Mikayıl Cəbbarov oturan yerdə, əmlakda, orada da şöhrət, nə bilim, rüşvət, nə bilim, nedirsə adı. Həmişə götürür yalanla Aydı Məmmədova sözünü pul alıblar. Onun sözünü deyirlər ki, mənim orada 5 dənə evimin adı, hamamım, qarajım, nə bilim, hamısı obyektdir. B yoxdur, sökülüb, yalan danışıb. Kim icazə verilib ki, birinci sökülsün, ora heç nə sökülməyib, şəkillər də var, təqdim də eləmişəm. Yalandan gedib, vergidən də almışam, onları bir dəfə 1040 qəpik bir eləyiblər, 3000-də bir onları cərimə eləyiblər, bağlamırlar, mən şikayət eləmişəm, deyir, bağlayacaq, bağlamırlar. Gedirlər, pullarını alırlar. Aynə Sultanovada da olmuşam, departamentdə nə baş uzarım. Axır gəlib çıxmışam prokuraturaya, mənə qəbul eləyəndə Elşən müəllim dedi, dedim ki, Nicat müəllim var orada, köməkçidir. Deyir, müstəntiqdirlər. Mən də dedim ki, istəmirəm. Niyə görə? 2 dəfə qəbulda olmuşam orada, Lamberanski vaxtından da sonra götürür mənə telefonunu göstərir. Gülnaz xanım, bunu əlimdən ala bilərsən, öz telefonunu. Mənim əmlakım gedib, torpağım tanınıb 511 torpağın kağızı da var əlimdə. Necə yəni, mənim üstündə əmlakım var, sökülməyib. Sökülsə də sökülməyib. Onun ixtiyarı var ki, söksün mənim əmlakımı. Bunlar hamısı pul alıblar, ona görə prokuraturadır, oradır. Onlar məni belə süründürürlər. Axır Mehriban xanımdan sonra mən Daxili İşlər Nazirliyinə də getdim, istintaqa. İstintaqda da general telefonla danışdım xanımla. Generala məktub atdım, çox sağ olsun, Allah canını sağ olsun. Amma Qoradilda Həbib müəllim mənə Allah'dı. İstintaqın orada rəisinin də yanına, istintaqla təhqiqatın yanında, rəisinin də yanında oldum. Gülə-gülədir, Cavid müəllim zəng eləmişdi. Yaxşı, onlar fırlatdılar məni, Allah'dılar. Təzədən getdim generaldan sonra məni qəbul elədilər. İndi orada müstəntiq yaxşı, Cavid müəllim də oranın, Cavid müəllim oturan yerdə istintaqın rəisidir. Qəbul edib mənə köhnə
Cütəbaşını soxuşdurmaq istəyirdilər. O qabaq hücum eləyib bağlayan 12-ci bölümə bağlayan, orada Rıza demişkən Fuad Ələsgərov qardaşı bacısı oğludur Fuad Ələsgərovun. Qardaşı oğludur. Ona görə heç nə eləyə bilmərsən. İndi ora qalıb yaxşı. İndi Cavid müəllim göndərirlər, eləyir. Orada çox sağ olsun Əjdər müəllim üstəndik. Dedi ki, Gülnaz xanım, yenə də şikayətdən sonra Gülnaz xanım baxırıq. Mən 2-3 dəfə olmuşam, dindirib məni, vermişəm kağızları. İndi baxılır orada. Amma prokuratura baxmır işimə. Respublika prokuratura atır şeyin üstünə, Bakı prokuratura da atır Sabunçu prokuratura. Xahiş edirəm, Mehriban xanım, prezidentimiz, bu obyekt da nə obyektdir? Mənim əlimdə kağız, mənim əmlakımdır. Onun nə ixtiyarı var? Və sökülməyə, sökülməyib də obyekt işlətməyə, o da qanunsuzdur. Xahiş edirəm, qurban olun, bütün sənədlərim məndədir. Sizdən xahiş edirəm, xahiş edirəm. Mən küçələrdən yenə də indi prokuraturaya gedirəm. 2 dənə prokuratura Mehriban xanım da qabında olacağam. Bütün hamısını çəkilişini də elədim. Niyə görə? Mən o yorulmuşam. Prezidentə də telegrama vuracağım ki, bu məmurlar, əmlakın məmurları, yüksək vəzifəli şəxslərə iş açılmır. Mənim işimi götürüb polisin üstünə atır. Polis dələduzluqla açıb, mən hər şey bilə.